İntertekstuallıq nədir? Bu haqda danışacağıq. İntertekstuallıq hər əsərin mütləq özündən əvvəlki əsərlərlə bağlantısı, əlaqəsi olduğunu iddia edir. 20-ci əsrin 60-cı illərində Yuliya Kristeva və Roland Barthes kimi postmodernist nəzəriyyəçilər tərəfindən yaradılıb, aktuallaşdırılıb. İntertekstuallıq ideyasının başlanğıc nöqtəsi yazıçının bir əsəri yazana qədər onsuz da başqa mətnlərdən xəbərdar olması düşüncəsidir. Xüsusilə postmodern yazıçılar bu fikri normal qəbul edir və köhnə mətnlərə, hətta öz köhnə əsərlərinə də işarə vurur, göndərişlər edir. Postmodernistlər düşünürdü ki, çağdaş insan yaşadığı dünyaya yadlaşıb, özgələşib və o, bu yadlaşdığı reallığı əks etdirməkdən imtina etməlidir. Özündən əvvəl yazılmış mətnlərin dünyasına sığınmalıdır, alternativ reallıqlar yaratmalıdır. İntertekstuallıq əslində klassik ədəbiyyatda da var. Nəzirə, təxmis, iqtibas, klassik şeirdə bunlardan çox istifadə olunub. Lakin burada vacib bir məqama diqqət etməliyik. Klassik ədəbiyyatdakı metodlarla çağdaş postmodern əsərlərdəki intertekstuallıq arasında məqsəd fərqi, niyyət fərqi var. Klassik ədəbiyyatda nəzirə ustada ehtiram xarakterli idi. Postmodern estetikada isə məqsəd çox ölçülü oyun qurmaq, əsəri maraqlı etmək, dəyərlərin ənənəvi bütövlüyünü parçalamaqdır. Məsələn, James Joyce'un Ulyss, Orxan Pamukun Qara kitab kimi romanları müxtəlif əsrlərdəki əsərlərə mətnlər arası əlaqələr üstündə yazılıb. Joyce əsasən Homerin Odysseyası, Pamuk isə Şeyx Qalibin Hüsn-i Aşq məsnəvisi ilə intertekstual əlaqə qurub. Ancaq sənət tarixində ancaq mətnin başqa mətnlə əlaqəsindən söhbət etsək, bu yarımçıq olar. Bir də var intersemiotizm, yəni iki fərqli sahənin, tutalım rəssamlıqla ədəbiyyatın, musiqi ilə kinonun əlaqəsində, sərhəddində yaranan əsərlər. Məsələn, şair bir rəsm əsərinə şeir yazır, rejissor bir musiqi haqqında film çəkir, bəstəkar bir romana mahnı bəstələyir. Bu cür sənət əsərləri sanki belə deyirlər. Hər şeyin bir-biri ilə əlaqəsi var.